narahatçılıq. Heç bir narahatçılıq olmadan. Çemberdası birinci sayfa. 6 tane sualda var mı hansı? Birinci sayfada var mı? Yoktur. İkinci sayfada 7. Mükemmel üstü bir sual. İçimizde eleyen var mı bunu? Bir saniye. De Aysu Yusufova. 2 katı 60 olur. Düzdür belə. Ha, üzr istəyirəm. Burada diametrdə var imiş. Düzdür mü? Aha. Ha, ikizkenar olduğuna görə burada x olur. 2x olur. Bir dəqiqə. Hara? YC. Hə, 180-dən buranı çəkirəm, düzdürmü? 120 çıxılsın 2x. İndi bir dənə səbirli ol. Deməli, B-dən Y-yə kimi 2x plus 60 olduğuna görə 180-dən kəsdim hələ. Başlasınızda iman. Aha. İndi biz də kural bilirik ki, YC-dən BD-ni çıxıb 2-yə böləndə x alınır. Yəni, 120 çıxılsın 2x-dan 2x-i çıxıb 2-yə böləndə x alınır. Bunda если мы будем çarpaz vurmaq, bərabərdir 2x, bu tərəf atanda 6x olur. X de neye beraberdir? 20'ye. Yani B bende. Yazınız uşaqlar. Sonra növbəti sual. Neçə? Aha 10 var, 9 da var deyəsən. Bir saniye. Bir dəqiqə görüm. Deməli, bura radiusdur. Çeyrək çəmbərdir. Yəni 4də 1 belə deyəlim də. İndi AA deyəndə uşaqlar. Deməli, radius nə oldu? 2A. İndi tələsməyin. Əgər buranı birləşdirsəm, cocuqlar. Bir tutunuzda 30, 60, 90'a gelir. Bura oldu 2A. 90'ın qabağındakı 2A'dırsa, deməli A'nın qabağındakı nədir? Ay uşaqlar. 30'dur. Deməli Y də 30'dur. Müəllim hardan bildiniz? Həm median, həm hündürlük, həm tənbölən. 30'dur. Sonra 30'dursa bura 60'dır. 30'dur. 180'den 30 çıxanda 150 ilə də hərəsinə düşür nə? 75, 75. 75'ten de 30 çıxanda eləyir nə? 45, yəni değişik. Sonra 9 dediniz. O C'ni birleştirir diyorsunuz ha. Ondan bu da radyüs olduğu için ikizkenar olur. 56 olur. Ee, 68. Bu da 56 olduğuna göre özüne komşu olmayan iki tane bucaklar beraber olduğu için 28 28 olur. 28 68 96 180'den 96 çıkanda 94. Necə? 84. Fəxriyə bir dənə stolu bir skandala çəkdi özü ötürür. Bura vurur şey əsir ekran. Aha. Deməli 56, 56, 68 tapdım. Üstüdən daxili bucaqların cəmi. Muxtar baba düşdün mü? Aha. Bir də üç bucağın bir xarici bucağı özünə qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabərdirdən. Davam etdik. Sonra neçə? Test 1'də. 11. Hı. Yazan var mı? De taranı. Bir saniye ben biraz böyüdüm. Hardan olar xət çəkməyi? Etapda bir dəqiqə. Buranı birləşdirdim. Hara 110 olur? Mesela M diyelim. M diyelim. MB 110 olacaq. Düzdür başı? Aha. Sonra
Mən daha asan metod aklıma gəldi uşaqlar. Lətafət eləməmisən bu sualı. Bunu kapandı. Düzdür. Radius da hamısı uşaqlar. 55, 55. Elədi neçə? 110. Geriyə qaldı neçə? 70. Düzdür. Hı -hı. 40'sa burada 40'tı. 80 burada kaldı 100. Cevap 170 var orada. Daha güzelmiş değil mi? İşte fark. Fark var. Bu şarkılarda değildiği gibi. Sorum test 1'de. Hele birinci derste ona göre biraz testleri şeyleyeceğiz. Nisa test 1'de yoktursa çeşitli test nesinden testiydi? 4 tane. Test 2'de buyurunuz. O hamı test. Yine inşa 10 kanı birleştirdim da. El olmur ki ben sırası gördüm. Bir dakika, bir dakika, bir dakika, bir dakika. Nice? Al kimde alınacak. Baba sen mencanın buraya bak. Radius dölü bulanla buna birbirine beraberliği. 65 65 düz değil mi başı? Onda olacak 130 bura oldu 50. Doğru mu? Bizde burada paralelliği var. KD ile AC birine paralel. Demek daxili çarpaz bucaqlar var. Daxili çarpaz 50. Onda burada olur 50. 50 50 oldu ayaqlı. Neyse zarafat idi o. 80. Mükemmel üstü bir zatla karşınızdayım vahid. Qədirimi bilək vahid. Məntiq kitabda o. Geometride ha. Niye geometri kitabı getirmemişsin? Bu şey sen valideynini zəngiləməyə vaxtıdır. Ruçkasız, onsuz, vırsız. O da buranın ruçkası da. Buranın ruçkaları zaten kısa şey bu. O 15 tane ruçka kırmızı karandaş koymuştum. Günde bir ruçka götürüp gelirsin buradan. Yo size neden adı şey göre diyor bu. Bu sadece olarak bilmem bile. O bir yemirəm deyəndən kork, bir de evlenmirəm deyəndən. Elə mən karandaşlarımı götürüp deyip sen qatıram. Neyse zarfa diyelim. Evet test 2'de birinci sayfada. Neyse. Mükemmel üstü bir sual. Ölüm sual. Hı hı. Hamısı radiüstü gördünüz. Ha bir dakika. Burada 40 derece var imiş. ACO bucağı 40 derecedir. Pay. Baba. Burada şey radiüslü olduğuna göre burada 40'tır. Düzdür. Deməli bura 20'dir. 40. Bura ne olacak onda? 100. Hiç ben bilmirəm məndən sonra ne istəyir. Bu asansörmüş ki. Hiç mən gedirəm qabağa görürəm ki, heç baxmıram dalıma. Necəsən? Mart en sürətli keçəcək uşaqlar. Bir de görəsiniz ki, mayın 11'də imtihana girir. Ümumiyyətlə zənn etdiyim kadarıyla grupta hamı girir də imtihana. Girməyən var onun siniflərdən. Yəni elə bilməli mən girmədim. Kimsə girmədi elə bilirəm ki. Sən keçdin kayıtdan. Probunu girəsən də elə biləsən də. Sən də. Hı hı. Sigaret bizi öldürəcək. Test 2'de. En çok sevdiğim Galata'da en çok sevdiğim sual. Çünkü niye göre? Çünkü bu sualı indiye kimi kimse eləyənməyib. Zarfatlayır. 24. Да, не получает, а это 24. Elə bilirsən rəqəm oxuyamırsan, ona görə deyirsən. Aha, çocuklar baxın, təranəyə çox fikir verməyin. Nədən o onunla yeni birləşdirəndə, elə bildim sən 24 deyirsən təranə. А вы почему за мной агрессивно demiştin o vaxtı? Bu da birbirine beraber olduğu için uşaqlar смотрите, пожалуйста. Bir dənə baxın. İndi uşaqlar yarım çevrə var. Perpendikulyarlıq var. Hı -hı. Bir dakika. KY hanı? KY OB. Ha bu bize verilib zaten. Bir dakika səbirli ol. Hamısını deyəcəm zaten.
Ondan sonra DS 24'tür. Aha, buyur İman, necə? Ola bilərdi. Deyəsən onu da birləşdirirdik deyəsən. Bunun həlli təqribən deyəsən yarımdadır. Aha, bu da radiusdur. Düzdürmü? İkizkənarlıq əmələ gəlir. Nasıl çözəlim? Nasıl çözəlim? Yo 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 yo, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Aha. Arkadaşlar, burası 24 olur mu? Ha? Qulaq asalım bir dənə. Gəlin bura bir dənə x deyəlim. Baxın. OC'ye bərabər olduğu üçün bura x olur mu? İkizkenar bərabər yanlı. Xarici bucaq burası. X plus 24 olur mu? Olur. EK EO'ya bərabər olduğuna görə x plus 24 olur mu? Olur. Toplayanda bunları 3x üstə gəlinsin 48 bərabərdir 180'ə. X deyəsən buradan 44 olar yəqin ki, hə, yəqin ki. 132-ni 3'ə böləndə 44 elədi. Elə başa düşürəm. Məndən haranı istəyir, hə? 44-dürsə uşaqlar, 44-ün isə 24 gəl neçə eləyir? 68. 90-dan 68 çıxan neçə eləyir? 22. Mərkəzi bucaq neçə eləyir? 22. Cavab nədir? 22. Sağlam.